bütün sosial ödənişlərin verilməsi başa çatır. Dövlət Sosial Müdafiə Fondundan DSMP Unikala verilən məlumata görə ölkə üzrə bütün müavinətlərin, təqaüdlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımlarının ödənişi oktyabrın 24-cü tarixində yekunlaşdırılması nəzərdə tutulub. Qurumdan bildirilib ki, vətəndaşların sosial rifahının təmin olunması məqsədilə hər ay olduğu kimi bu ayda sosial ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi üçün müvafiq tədbirlər görülüb. Müavinət və təqaüdlərin ödənişi prosesinə bütün bölgələr üzrə artıq başlanılıb və 24 oktyabr tarixinə qədər tamamlanacaq. DSMF həmçinin qeyd edib ki, vətəndaşlar öz ödənişlərini bank kartları vasitəsilə istənilən vaxt əldə edə bilərlər. Bunun sosial ödənişlərin vaxtında çatdırılması üçün bank və poçt şöbələri ilə birgə koordinasiyalı şəkildə çalışır. Bu addım əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.